Dünənləri qonşudan getdim, uşaqlar ac qalmasın deyənə. Getdim qonşudan 4 dənə kartof aldım, qızartdım. Biraz da makaron var idi. Onu da bu gün soğutma eləmişəm, yeyiblər. Axşama dedim Allah kərimdir. Allah sizi yetirdi, Allah sizi var eləsin. Çox sağ olun, Allah razı olsun. Salam uşaqlar, salam. Necəsiz? Buradır. Dostlar, Tbilisi prospektində uşaqlar, gedin, hələ gedək sizə. Gedək sizə, soyuqdur, qaçın. Salam var. Salam, necəsiz? Vəziyyət. Çox sağ olun. Siz düşməyin də. Necəsiz, neyinirsiniz? Sağ olun, siz yaxşı olasınız. Yaxşı olun. Uşaqların adları nədir? Səma, Ceyhun, Ramin. Ramin, Ceyhun, Səma. Bəli. Tbilisidə burada kiraya qalsınız? Bəli. Xanım düşmək istəmədi, prosta səsini salırıq ki, vəziyyəti bizi aydınlaşdırsın. Uşaqlar məktəbə gedirlər? Bəli, biri bağçaya gedir, biri ikinci sinifə gedir, biri də hazırlığa. Bəs yoldaşınız dediniz narkotika görə ayrılmışsınız da? Bəli. İndi necə olacaq? Bunlar alimentsiya alacaqlar yoxsa necə? Hələ təzə, yəni ayrılmışıq. Bir ay olar, olmaz, yəni. Hələ çətinliyiniz var da indi hal-hazırda. Bəli. Nə çətinliyiniz var hal-hazırda? Kirayə pulundan bir həftə keçib, verə bilməmişim. O da deyir, verə bilmirsən. Kirayə neçədir burada? 280-ə qalıram. 280 manata burada qalırsınız. Bəli. Nə işlə məşğulsunuz? Mən özüm evdar qadın. Ümumiyyətlə gəliriniz nədir? Gəlirim heç bir yana, yəni ev təmizliyi olarsa arada gedib ev təmizliyin, gedib təmizləyirəm. Ceyhun, bu gün nə yemisiniz? Makaron. Ürəyin nə istəyir yemək? Nəsə də bilmirəm. Senden uzak ben olsam da daim seni alacağım. Hasretinin alanında gizli yanacağım. Televizorunuz budur. Bir dənə bu televizordur, hə? Bu da bir dənə. Mən getdiyim evlərdə çox vaxt uşaqlar həqiqətən də az vəziyyətdə olurlar. Sizlərə çox təşəkkür edirəm. Göndərdiyiniz 5 manat, 10 manatların sayəsində bu günləri bu uşaqlara, həqiqətən də o puldan bu uşaqlara bu günləri nə lazımdır eləyəcəm. Razı Mən sənə ən azı bir 10 günlük bazarlığı verəcəm. Çox sağ ol, minnət. Götürün uşaqlar.